Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, bu üst-üstə cisimlərə aid məsələləri məndən müəllimlərin çoxu istəyib izahın. İndi mən bir dənə maraqlısın siz üçün inşallah çəkib paylaşacağım. Deməli, məsələ belədir. Kütlələri 2 və 6 olan X və Y cisimlərindən ibarət sistem şəkildəki kimi sürtünmə qüvvəsi yalnız cisimlər arasında vardır və sürtünmə əmsalda 0,6-dır. Cisimlərin birlikdə hərəkət etmələri üçün F qüvvəsi maksimum neçə Newton olar? Deməli, bu tipli məsələlərdə biz nə edirik? Deməli, hər cisimə təsir edən qüvvə diaqramını çəkməliyik. Bax, birinci Y-ə təsir edən qüvvələri çəkək. Bax, Y-in kütləsi 6 kiloqramdır. Və Y-ə təsir edən qüvvə verilib. İndi biz bu Y-i sağa, deməli, sağa itələyiriksə, burada sürtünmə var. Sürtünmə hara yönələcək? Hərəkətin əksinə, bu istiqamətdə. Deməli, bax, bu istiqamətdə olacaq. Bu göstərirəm sizə, FC. Aha, indi bura biz Newtonun ikinci qanunu tətbiq eləsək, onda olacaq əvəzləyici qüvvə bərabərdir MA və bu A təcili ilə sağa hərəkət edir. Deməli, əvəzləyici qüvvə hansı olacaq? F minus F sürtünmə bərabərdir MYA, yəni 6 dənə A. Bunu biz buradan tapdıq. İndi keçirik ikinci cisimin qüvvə diaqramına. İkinci cisimin qüvvə diaqramı necə olacaq? Deməli, ikinci cisim X cisiminin kütləsi deməli 2 kiloqramdır. Deməli, bunun altında sürtünmə var. Üstdəki sürtünmə sola yönəlirsə, altdakı sürtünmə sağa yönələcək. Newtonun 3-cü qanununa görə. Bu da A təcili ilə bu istiqamətdə hərəkət edəcək. İndi bura Newtonun deməli ikinci qanunu tətbiq eləsəm olacaq nə? F sürtünmə bərabərdir MXA, yəni 2 dənə A. Biz sürtünmənin dəyərinə nü mg yaza bilərik də. Nü verib bizə 0,6, m'imiz 2-dir, J-də 10-dur. Onda bax, bunlar ixtisar getdi. 2 ilə bu 2 də ixtisar getdi. Buradan A-nı tapdım 6. A-nı 6 tapandan sonra deməli, sürtünməni də biz tapmışıq da. Deməli, sürtünmə qüvvəsi nəyə bərabər idi? Sürtünmə qüvvəsi nü mxj-dir. Yəni 0,6 vur 2 vur 10. Bu da eləyir, deməli 12. Qiymətlərini gətirib yuxarıda yerinə yazıb tapa bilərik. Yuxarıda, yəni bunu gətirib burada yazırıq yerinə. Bunu da gətirib burada yazırıq yerinə. Vəsiyo. Onda olacaq 3-cü. F çıx, F sürtünmə yerinə 12 yazırıq. Bərabərdir M. Deməli, 6 vur A da 6-dır. Bu da elə 36. Onda F-i tapırıq. Deməli, 48 Newton. Cavab olacaq Y variantı. Diqqətinizə görə sağ olun.